Tarix 1967-ci il. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov, Molla Pənah Vaqifin 250 illik yubileyinin qeyd edilməsi barədə SSR Mərkəzi Komitəsinə müraciət etmişdir. Vaqifin 250 illiyi ilə bağlı yubiley tədbiri 1968-ci ilin payızında keçirildi. Bakıda keçirilən mərasimdə Sovet Respublikalarından başqa Bolqaristan, Polşa, Kuba, Rumıniya, Almaniya Demokratik Respublikası, Türkiyədən xüsusilə solçu şairlər, İran, İraq, Sudan və digər ölkələrdən qonaqlar dəvət edilir. Siyahı o zaman Sovet Təhlükəsizlik Orqanının xüsusi araşdırması ilə tərtib edilmişdi. Elə adamlar seçilirdi ki, onlar geri qaydanda Sovet yaşayış tərzi və rejimi barədə müsbət fikirlər yaza bilsinlər. Dəvət olunan qonaqlar içərisində Cənubi Azərbaycanda tanınan şair Məhəmməd Hüseyn Şəhriyar da var idi. O zaman onun bu siyahıya adının salınması üçün Məmməd Araz çox əziyyətlər çəkir. Bir neçə dəfə Moskvaya müraciət edir ki, Şəhriyar çox böyük şairdir və onun Azərbaycana gəlməsi Sovetlərin İranda müsbət tanınmasına kömək olacaq. Hətta Şəhriyarın Azərbaycanda qalması xərcini də öz cibindən çəkəcəyini məktubda qeyd edir.